Assalamu alaikum. Kanalımın izleyicileri. Hepinizi salamlayıram. Çoxdan da video çəkmirdim. Baştan biraz qarışıq İşler, güclər. İnşallah kuşları göstereceğim size. Kuşlar iki dəfə xəstəlik geldi. Keçən ay paraliz düşdü. Çox sayıda kuşum öldü. Bu ildə bir 5-6 dənə kuş öldü. Allah'a şükür qarşısını aldım tez. Buna bak, bu dik idi bak. Balalar da özüm büyütmüşüm. 2 dənə olmadı bunlar. Bir tanesi de birisi de otdu. Özüm büyütmüşəm krişadan. Krişa sökmüşdülər. Balaydılar. Zəng elədilər ki, götür deyə. Geyib götürüm. 3 dənə idi, birisi öldü. Gözünə xəstəlik düşdü. Bu əbrəciboyunla Qaragöy üstdədir. İnşallah. Əbrəciboyunun mayası öldü xəstəlikdən. Görək nə bala verəcəklər. Bunun atası Gönüşandır, anası qırmızı boyun. Ana açmayadır. Kuşları təzə kuşlar gətirmişəm qırmızı boyunlar. Bunlar Türkan qırmızı boyunlarındandır. Şəkidən yaxın qardaş var. O vermişdi bir cüt. Və ondan Gönüşan bura eləyə onun balalarına elə çoxaltmışam. O Türkan kuşlarındandır. Budur, budur. Sonra budur. Türkan qırmızı boyunlarından. Kırmızı boyun özümdə çıxandı. Özümün quşudur. Hələ burada tək erkəklər də çoxdur. Bir də balalardır, mayalar ayırmışam, mayalar qıraqdadır. Bir aydan zat 3 də vuracam. Var bir 2 dənə çütlü onlar var. Əsas 3 dənə 5 dənə balalarla mayaları ayırmışam qırağa istirahətə. Bu cavan maya da heç yumurtlamayıbdır, əziyyət çəkmişdir, yəni ona görə bala alırım. Həm balalar maraqlıdır, nə bala verəcəklər. Bu Hacı Qara mənim var Bakıda, onun linyasından bax, ayağı da var. Baladır. Səhər dənləşdirmişəm biraz çox. Toxdular. Burada tək erkəklərlə balalardır, mayaları qıraqdadır. Kırmızı boyunların balası. Bunun gözəlliğinə maşallah. Bu bala, bu kırmızı boyun bala, bak bu mayanın balası, bu göy kemer mayan. Bu göy kemer